Gəlmişik bugün çox eksklüziv bir maşının incələməsinə. Dünyada da deyə bilərəm, hətta eyni bu komplektasiyada bəlkə bir dənədir bu, 2 dənədir, 3 dənədir, bilə bilmərik. Amma bugün biz sizlərə Azərbaycanda bu komplektasiyada bir dənə olanını təqdim edirik. Düşünürəm başlama olar. Hər kəsə salam. Bugün sizlərlə mən Emil və kamera arxasında Ümid ilə birgə Volkswagen Phaeton incələməsi çəkirik. Volkswagen Phaeton öz adını Yunan mifologiyasında olan Phaetondan alır. 2002-ci ildən 2016-cı ilə qədər istehsal olmuş bir avtomobildir. Phaeton avtomobilləri hamısı Dresden şəhərində Glass Manufaktur adlanan zavodda istehsal olunurdu. O zavodun şəkillərinə baxsaq, görərsiniz ki, o zavod tamamilə şüşədir. Yəni bu avtomobillər üçün belə özəl bir zavod var idi və bütün bu avtomobillər əl işidir. Əldə yığılma avtomobillərdir. Siz o zavoda nəzər yetirsəz, zavod belə lüks idi. Zavodun polunda parket var idi. İçəridə, interyerdə sakit klassik musiqilər gedirdi. Üstlərində işləyən ustalar belə deyək, bunu yığanlar klassik musiqi ətrafında, klassik musiqi simfoniyasında bu avtomobili yığırdılar. Zavodu maksimum səssiz eləməyə çalışmışlar ki, çünki hər bir müştəri zavoda gəlib öz avtomobillərini individual olaraq sifariş edirdi. Zavodda bir şey ki, lounge falan var idi. Zavodda siz seçim zamanı dəri seçimi, disk təkər seçimi, mühərrik seçimləri, salonun komplektasiya seçimlərini görə bilərsiniz. Bu avtomobil 3 nəfərlik bir avtomobildir. 4 deyil, 5 deyil, 3 nəfər. Ön tərəfdə orada sizə göstərəcəyik. Bir dənə monitor var. Monitor da o bildiyin televizordur. Krılolarımıza gəlsək, plasmas krılolarımız var. Bu avtomobili yüngül eləmək üçün krılo, yəni yan qanad ta buradan bura qədər massiv bir qanadımız var və o tamamilə plasmasdan. Çünki avtomobilin çəkisi ağırdır. Kapot altına hələ gəlməmişik. Siz bilmirsiniz orada nə var. Amma videonun adından bilirsiniz. Ona görə keçəcəyik biz kapot altına. Ümumilikdə 2016-cı ildə istehsalına son qoyulur bu avtomobilin. Phaeton ümumilikdə Volkswagenin ən belə bahalı biznes klass avtomobili olub. İlk və tək. Ondan sonra düzdür, Phaetona çatan bir şey görmürük biz ortalıqda. Düzdür, indi Bentley-yə falan baxa bilərik. VAG qrupdur, amma sırf Volkswagen öz adından baxsaq, tək və yeganə nüsxəsi Phaetondur. Ümumilikdə bu avtomobilin bir çox detalları zaten Bentley Flying Spur eynidir, üst-üstə düşür. Hətta məsələn bir sıra detallarına baxsaq görəcəyik ki, üstə Bentley yazılıb. Keçid alsa avtomobilimizin əsas məsələsi olan kapotun altına qapıların bağlanması. Bu arada prisoskalarımız var ha, yəni onlardan məhrum deyilik. Gəldik, qaldırdıq kapotumuzu. Burada nə görürük? 6 litr həcmində W12BRN modifikasiyasında mühərrik. 450 at gücü 560 Nm hasil edir bizim mühərrikimiz. W12, V12 deyil ha bu. Bu mühərrik 2 dənə VR6 mühərrikin birləşməsindən əmələ gəlib. 2 dənə VR6-ını götürüb birləşdiriblər, W12 əmələ gəlib. Silindirlərimiz VR6-da olduğu kimi şahmat sıralamasındadır burada da. Bu mühərrik ümumiyyətlə ilk modeldə, yəni birinci restyling öncəsi modeldə 420 at gücü hasil edildi. Restyling sonrasında daha da yaxşılaşdırıldı, biraz da robotkalar oldu. Gəldik at gücümüz 450 at gücünə. Burada xromovu qaz amortizatorlarımızı görürsünüz, çox qəşəng görünür və salon hava filtrləri. Bir dənə burada, bir dənə də orada, 2 dənə də belə filtrimiz var. Ümumilikdə bu mühərrik digər W12 mühərriklər kimi pis mühərrik deyil. Lakin bir sıra əməl olunmalı qaydalar var. Bu mühərrik qızdırılmadan qorxur. Ona görə siz biraz avtomobilinizin soyutma diapazonuna, avtomobilinizin soyuq olmasına, qızmamasına diqqət edin. Çünki qızsa silindirlərdə, blokda zadirlər əmələ gələcək. Zadirlər əmələ gələndə də nə olur? Başlayır yağ yeməyə və yağ yemədən əlavə nəticəsi gətirib çıxaracaq stuka. Motor vuracaq, belə bir gözəlliyi vursa heç nə də. Yəni bu təmirə gəlməyəcək, sizin buna blok tapmağınız var, xeyli rasxoda düşəsiz. Keyfiyyətsiz benzindən dolayı, məsələn buna biz 92 töksək, bizim avtomobilimizin Drossel zaslonkası tutulacaq. 50 min kilometrdən bir keyfiyyətsiz benzindən görə Drossel zaslonkasının təmizlənməsinə diqqət eləsə yaxşıdır. Və soyutma sisteminin plastik turbaları çatlaya bilər, sıradan çıxa bilərlər. Ona da diqqət edirsiniz ki, soyutma ilə bağlı problem yaşamayasınız. Belə baxsaq, düzgün qulluq, keyfiyyətli yağ və benzin önəmlidir. Onlar olmasa yenə zadirlərə yol aça bilər. Keyfiyyətli benzin və yağ qulluq olandan sonra 1 milyon kilometrə qədər apara biləcək bir mühərrikdir. Heç bir problemimiz yoxdur. Sadəcə dediyimiz kimi qızdırılmadan çəkinin çox belə periqrev eləməyin, naqruskaya salmayın. Düzdür, bunun üçün naqruska yoxdur. Bu normal gedəndə bunun dünya aləm vecinə deyil. 12 silindir 6 litr həcmində nə istəyirsən? Ayağı qaza qoydun, liner, cruise edirsən sən. Bu yer gəmisidir də, bir var su linerləri, bu da asfalt gəmisidir. Bu mühərrikin bir dənə belə çətin nüansı var.
200 min kilometrdə bir QRM çepi dəyişilə bilər. Yəni 200 minlərdədir resursu onun. 200-250 min baxır da indi. O çep dəyişiləsi olsa, sizin motorunuz tamamilə buradan çıxmalıdır. Motoru bir dənə çepi dəyişmək üçün motoru tamamilə çıxarmalısınız. O da sizə biraz baha başa gələcək. Onu da artıq nəzərə alın. Və bu avtomobildə olan mühərrik qammalarına nəzər yetirsək, 3 litr həcmində V6 250 at gücü olan mühərriklə də var idi. 2013-cü ildən buraxılıb və yalnız Çin bazarı üçün olub. 3.2 V6 var idi 2002-ci ildən bəri, 3.6 V6 var idi 2009-dan bəri, 4.2 V8, 3.0 turbo dizel və 5.0 turbo dizel də var idi. V10 5.0. Volkswagen'in, Audi'nin ən belə dəli mühərriklərindən biridir də 5.0 turbo dizel. Və bizdə olan 6 litr həcmində W12 mühərrik. Və bu avtomobil normalda bir neçə restyling görüb. Amma ki, o restylinglərdə çöldə falan elə dəyişiklik olmurdu. Mühərrik qammasına əlavələr olurdu. Xırda-xuruş bir neçə dəyişiklik olurdu, amma belə total restylingini 2010-cu ildə görüb. Normalda bizim avtomobilin bagajı açar yanımızda olanda burada görünməz bir dənə sensor var. Siz motorun səsini bu dəqiqə eşitdiniz. Normalda o elə işləməlidir. Prosto avtomobilimizin zamokunda biraz problem olduğuna görə bu dəqiqə biz onu açarla açacağıq. Amma siz təsəvvür edin ki, Emil buradan düyməyə bastı, bu özü qalxdı. Wow, kommentlərinizi gözləyirəm zəhmət olmasa. Gəldik buradan, qaldırdıq. Bagajımız hədsiz ağır bir bagajı var. Amortizatora bax, aporasına bax bagajın. Bu da belə metalik xrom. Yəni bu nədir? Dəhşətdir bu. Bagajımız 500 litr həcmindədir və bagajda bir dənə massivli xaladelnikimiz var. Bax, o avtomobilin xaladelnikidir. Bax, nə boyda yer tutur. Xaladelnik gəlir, bax, buradan o başa qədər. Əməlli böyük xaladelnikimiz var. İnteryerdə göstərəcəm. Onun içində 4 dənə butulka falan qoymağa yerimiz var bizim. Bunun altında görək nə var, nə yox. Can, sən buna bax. Eyni diskləri kimi Flying Spur'un bir dənə də zapaska diski buradadır. Çox gözəl. Yəni bu disklər, o diskləri verməyə qoyacağam Passata. Aşağı basacağam. Çox əla görüntü alaram mən bu arada. Bagajımızı da bu şəkil geri bağlayırıq. Bagajdakı çox deyirəm də massivli ağır bagajdır. 2010-cu ildə bu avtomobilin restyling olunmuş versiyası təqdim olunur. Restylingdə baxın bu arxa stoplarımız dəyişir. Ümumi ön buferimizdə biraz görüntümüzdə fərqlər olur. Bixenon faralarımız gəlir bizim. Və restyling zamanı adaptiv pneumatik askı sistemi və 4Motion daimi dördçəkər sistemi baza komplektasiya olaraq gəlirdi. Bu avtomobilin komplektasiyaları hədsiz-hədsizdir və bu avtomobillər hamısı individual olaraq yığıldığından eyni komplektasiyada olan maşından hər baxımdan, istər rəng, disk, interyerdə olan komplektasiya baxımından eynisini tapmaq çətin məsələdir. 2 dənə olar, 1 dənə. Heç biz bilmirik ki, tam bizdə olan kimi 3 nəfərlik versiya bu komplektasiyadan dünya üzrə neçə dənədir? Azərbaycanda təbii ki, 1 dənədir. Dünyada da bunun bənzəri varmı, yoxmu? Biz xeyli araşdırma elədik, amma eyni bir nüsxəsinə rast gələ bilmədik. Ümumiyyətlə internetdə 3 nəfərlik fayton barədə bir şey yoxdur. 4 nəfərlik var, 5 nəfərlik var, 3 nəfərlik barədə heç kim heç nə eşitməyib. Ona görə düşünürəm ki, bundan dünyada 2 dənə, 3 dənədir bəlkə də bu komplektasiya. Təxminlərdir sadəcə. Bəlkə də 10 dənə də ola bilər. Ümumilikdə 2002-ci ildən 2016-cı ilin mart ayına qədər 86-87 min fayton istehsal olunub. Volkswagen'in bu avtomobilin ilk çıxdığı zamanda təxminlərinə görə onlar istəyirdilər ki, bir il ərzində minimum 20 min dənə fayton istehsal eləsinlər, amma bunu bacara bilmədilər. Bu da bilirsiniz biraz nədir? Volkswagen'in reputasiyası o zamanlarda biraz aşağı idi. Volkswagen yerindən qalxırdı. Ona görə də çox adam yaxın durmurdu və qiyməti bunların 100 min dollarlar, 120 min, 150 minlərə qədər gedirdi. Və adamlar düşünürdülər ki, mən Volkswagen nə brenddir ki, o gündəlik avtomobillər, Passatlar, Jettalar, Golflar istehsal edən bir avtomobil brendidir. Mən ondan nə lüks görə bilərəm. Amma adamlar bilmirdilər ki, bu həqiqətən lüksun lüksudur. Flying Spur'un balaca qardaşıdır belə demək olar. Və bu öz dövründə çıxan Audi A8-dən daha lüksu idi, daha keyfiyyətli, daha görünümlüdür mənə görə. Yəni Volkswagen öz işini yaxşı bilirdi. Normalda 2016-cı ildən sonra da yeni bir fayton təqdim olunmalı idi. Onun görünümü həqiqətən çox-çox qəşəng idi. Mən sizə kadrlar tapsam yerləşdirməyə çalışacağam. O fayton təmiz başqa bir aləm ola bilərdi. Həqiqətən təmiz yeni bir innovasiya ola bilərdi. Və biz bu avtomobilə arxadan və öndən baxsaq, gəl ümid ön tərəfinə indi. Bu avtomobili B5 Passat'a oxşadırdılar. Adamlar düşünürlər ki, mən bu avtomobilə 100 min, 150 min pul sayıram. Bu avtomobil niyə aşağı bütçəli avtomobillərə oxşuyur? Biz indi bir dənə düşünsək, nəzər yetirsək, buna fərqli rakursdan baxmağı bacarmaq lazım. Bugünkü günümüzdə W213, W222 və W205 Kuza Mercedeslər üçü də bir-birinə bənzəyir. Yenə də F10, F30, F07 BMW-lər yenidən üçü də bir-birinə bənzəyir. Volkswagen əslində biz belə baxsaq, o vaxtında düzgün xod eləmişdi. Bu avtomobili digərləri ilə bənzətmişdi. Həm də ki, bir Volkswagen avtomobili olduğunu göstərirdi. Yenə də mən öz fikrimlə razıyam.
Yəni bu avtomobil çox əfsanəvi bir maşındır. CC36 incələməmizdə videonun adını zər qədrini zərgər bilər qoymuşduq. O söz bu avtomobilə də aiddir. Zər qədrini zərgər bilər. Avtomobilimizin yanacaq çənindən danışsaq, çox balaca da. Bu avtomobilə görə minik bir qapağı qoyublar. Yanacaq çənimiz normalda faytonlarda 90 litr həcmində olur. Amma bu avtomobildə 140 litr həcmində bir yanacaq çənimiz var. Zaten bu avtomobilin yanacaq sərfiyyatına görə bu yanacaq çəni uyğundur. Nisbət doğrudur. Və minimum 95 oktanlı benzindən istifadə olunması məsləhət görülür. Avtomobilimizin xarici parametrlərini nəzər yetirsək, bizim avtomobilimiz long versiya olduğundan arxa qapını görürsünüz də. Uzunluğu 5175 mm-dir. Sadə versiyada 5055 mm olmalı, səhv eləmirəmsə. Eni 1905, hündürlüyü də 1450-dir. Təbii ki, bu rəqəmlərin dəqiqini buralarda bir yerlərdə görəcəksiniz. Ümid sağa göstər, amma bu video mən montaj eləyəcəm, Ümid. Harada istəsəm orada qoyacağam. Disk təkər parametrlərimizə gəlsək, 245-45 R18 parametrdə bizim təkərlərimiz var. Sən bir dənə Aporno diska bax. Bunun support burada tam yəni diskin için tutub da, o yanası yoxdur. Deməli biz nəzər yetsək bu avtomobilimizin xrom kantlarına, görürük ki, qapılarda tam gəlir və hətta Volkswagen düzdür, bu əlavə rasxod kimidir Volkswagen üçün. Amma adamlar tam görüntünü, stili tamamlamaq üçün bu xırda yerə də, yəni bu qapını açanda qalan bölümə, görürsünüz burada, bu xrom kantı əlavə ediblər. Bu minik hissəni də əlavə ediblər ki, avtomobilin görüntüsü tam olsun. Hal-hazırda keçid alırıq avtomobilimizin interyer bölümünə. Qapıya bax, gəmi qapısıdır. Gəldik. Hə. Hansı diz məsafəsi? Hansı? Burada promo ayaq məsafəsidir. Ayağımı hara qədər istəyirsən uzat. Çox genişdir interyeri. Ümumi bu dəqiqə oturacaqlara baxsaq, bu avtomobilin 200 min probeqi var. 205 minlər, 200 minlər civarında, yəni 200-ü keçib. Dərinin vəziyyətinə bax. 200 min getmiş avtomobilə oxşuyurmu? Hətta mənim oturduğum oturacaq ən çox oturulandır. Buna da baxıram. Dəridə heç nə yox. Elə ki, bugün zavoddan çıxıb bu maşın. Və bu rahatlığa bax, gəldim, vəbşə burada otururam mən. Monitorun qabağında oturdum. Əməlli başlı. Baxıram bu dəqiqə bu kreslodur, bunlar divandır burada. Yenidən qayıtsam mən öz yerimə. Deməli, normalda 4 oturacağımızın da masajı var, amma bizdə 3 oturacaqdır. 3 oturacağımızın 3-ünün də masajı var və sizə bir özəllikdən bəhs edeyim. Bu bizim podqalodniklərimiz, boyunluqlarımız avtomatikdir. O görürsünüz, adam oturmadığını hiss elədi, aşağı indi. Mən gəldim bura, indi mənim başıma uyğun olar, o qalxır. Avtomatik şəkildə sensorları var özünün. Uzaqlaşacağım. Sensorlar algılayacaq ki, orada heç kim yoxdur, aşağı düşürlər. Burada bu gördüyünüz bu qolaltılar tamamilə dəri elementlərdir. Bu avtomobildə hər bir yerdə dəridir. Damında alikantaradır, ağ rəngdə belə maloçun çox qəşəng, iştahlı görünən alikantarası var bunun. Bax, qapı kartları. Burada dəri. Hər yerdə çox mükəmməldir. Salon ümumiyyətlə rəngləri bildiyin, yəni pudingdir də bu. Qol altlarını aça da bilirik biz. İçləri də belə mex materialdandır ki, barxıtlıdır ki, nəsə qoysaq falan səs eləyib bizi narahat eləməsin. Biz bu ikisini qaldıranda, bu aporalar var ha. Bunlar dəmirdir, soyuqdur bunlar. Bu divan. Qaldırdıq. Burada ortada belə bir dənə saxlama yerimiz var. Onun içi də belə mex materialdandır. Bunu basırıq. Burada bir dənə şarj portumuz var. Daha sonra 3 oturacağın üçünün də masajı, ventilyasiyası, qızdırılması hər bir özəlliyi var və mən bu arxa oturacaqları istədiyim şəkildə ayarlaya bilərəm. Və çox sürətli işdir mühərriklər. Yəni mühərriklərimiz çox sürətli işdir tempində. Bu baş arxasında boyunluqları mən buradan da idarə edə bilirəm. İstədiyim şəkil özüm də ayarlaya bilərəm. Və yəni çox sürətə bax, çox sürətli effektivdir. Əgər hansısa günün birində biz bir səhər oyandıq, dedik ki, mən bu televizoru sökəcəm, ora bir dənə oturacaq qoyacağam. Əgər ki, sizin oturacağınızda masaj falan varsa, orada bütün onun düymələri falan hər şey var ki, o oturacaq. Bura gələndə siz onu qoşa bilərsiniz. Sadəcə söhbət nədir? Bu rəngdə, bu vəziyyətdə, bu komplektasiyada bir oturacağı tapıb qoymaq var ora. Görürsünüz də burada bu monitor. Mən birinci dəfə ki, bir avtomobildə burada belə monitor görürəm. Burada aşağıda da bizim belə bir boksumuz var. Əlavə qoşmalar eləyə bilirik. Buna hətta PlayStation oynamaq olur bunda. Yəni bu maşında PlayStation oynanılır. Yenə klimat kontrolümüzlə bağlı bizim hər bir idarəmiz var. Yəni biz normalda avtomobillərdə görmüşük ki, ön şüşənin bir də arxa şüşənin qızdırılması var. Amma bunda yan 4 şüşənin də qızdırılması var və düyməsi buradadır. Onların qızdırılmasını da biz eləyə bilirik. Sonra burada aşağıda bir dənə külqabımız var. Hər qapıda külqabı var. Burada da zajqalkamız da var bizim. Bütün qapılarda yenidir. Biz avtomobilin qapılarını bağlaya və ya aça bilərik. Bunun da ayarlaması var. Bu yerdə bizim bir dənə qəşəng pərdəmiz var. Qoymağa çalışıram. Burada qəşəng bir dənə pərdəmiz var. Hətta bu balaca yerində pərdəsi var bu arada. Bax bu orta barı görürsünüz. Bütün ümumiyyətlə avtomobilin interyerində olan elementlər black piano elementlərdir. Stəkan tacaqları hanı desəz, bu da sənin stəkan tacaqların.
Volkswagen bunu belə bu şəkildə eləyib ki, bu tam belə bir dizaynda olsun, bir-birini tamamlasın deyə. Çox qəşəng görüntü alırıq. Sonra gəlsək bura, bunu açırıq belə. Xaladelnik. İçi də qəşəng, sərin, soyuq saxlayır bunu. Sərin nə bu? Ha, var bir şeylər. 1, 2, 3, 4 dənə butulka qoymağa yerimiz var. Orada 4 dənə butulka qoymağa yerimiz var bizim. İçi də xeyli genişdir. Buradan əlavə də belə arxaya gəldi, bir də dönür bu biraz. Əməlli başlı böyük geniş xaladelniki var. İndi siz təsəvvür, özdə maqnit də oturur ha. İndi siz düşünün, bu xaladelnik çıxarsa bu avtomobildə nə qədər yüngülləşmə olacaq. Xaladelnik xeyli ağırlıq verən bir şeydir. Güzgülərimiz burada arxada, o tərəfdə də bu tərəfdə də bizim güzgümüz var. İstədiyimiz şəkil ayarlaya bilirik. İşıqlandırması da bu yerdədir. Burada ümumi arxa sıranın işıqlandırmasını görürsünüz. Xırda dinamiklərimiz də buradadır. Dediyimiz Alcantara dam çox mükəmməldir. Bu avtomobilin audio sistemi Dinaudioya məxsusdur. Düzdür, burada istəsəz onun şildikini vura bilirsiniz, amma zavoddan sifarişdə seçirsiniz. Vurulsun, vurulmasın deyə. Sonra güzgülərlə bağlı bir şey daha. Ön tərəfdəki güzgüləri biz, bu da Alcantaradır. Gəldik, bunu açdıq. Bu birinci güzgümüzdür. Bu da zoom güzgümüz. Tam daha böyük göstərsin deyə. 2 mərhələlidir belə. Birinci də normal, ikinci də daha böyük göstərir bizə hər şeyi. Çox qəşəng xırdalıqlarına qədər düşünülmüş avtomobildir. Bax, bu adi bu dəstəklərimiz. Burada da bax, mebel. Black Piano öz sözünü deyir. Arxa pərdəmiz də bizim elektron şəkildə idarə oluna bilir. Ön tərəfdə düyməsi var. Tam burada, sükanın yanında. Basırıq. Bağladı. Basırıq. Açır. Bizim oturacaqlarımız həm də Isofix-dən təchiz olunub. Uşaq oturacağı üçün yerlərimiz də var. İndi bunu keçdik. Burada bir dənə maraqlı düyməmiz var. Bu ancaq sağ tərəfdədir. Biznesmen sağda oturur axı. Deməli, mən oturacağı önə eləyib saxladımsa, bu düyməni basıram. Mən maşından düşəndə falan, minəndə düşəndə o oturacaq avtomatik olaraq arxaya gedir. Bu da belə bir özəlliyin düyməsidir. Ümumi görürsünüz də interyeri. Genişliyi nə qədər desən, baş məsafəsi burada belə gəlib izgib var ki, biraz daha çoxaldaq. 5 barmağı demək olar var. Əsas da ki, ayaqlardan biz çox rahatıq. İstədiyin kimi uzat, istədiyin kimi otur. Sürücünün oturacağın başında da bir dənə də monitorumuz var. Belə balaca ekranımız da burada var bizim. İndi sözü uzatmadan keçid ala bilərik sürüş testimizə. Hal-hazırda keçid almış avtomobilimizin sürüş testinə, bu dəqiqə sürücünün yerindəyəm. İlk öncə sizə avtomobilimizdə olan telefonu göstərim. Deməli, gəldik, buradan basırıq. Telefonumuzda görürsünüz Phaeton yazılıb üstündə, arxasında da Volkswagen Phaeton. Volkswagen telefonu ilə də söhbət eləmək olur. Onu da burada öz yerinə qaytarırıq. Bu tərəfdə də eyni qaydada yenə bizim belə içi yumşaq yerimiz, saxlama yerimiz var. Bunları da qaldıranda yenə bir dənə də saxlama yeri, onun da üstü bağlanır. Yəni belə. 2 dənə də stəkan otacağı buradadır. Bizim deməli askı sistemimizdən danışacaq olsa, askı sistemimizin özünü sərtləşdirə və yumşaqlaşdıra bilərik sportiv və ya komfortlu olmasını. Bundan əlavə də pnevmanı qaldırıb sala bilərik. Normal və high. Bir də var bunun low polojeniyası. Ən aşağı vəziyyətinə ya servis modunda gətirə bilərsiniz. Və yaxud da ki, cihazlar panelimizdə sürətimizin strelkası gəldi 160-a. Ondan sonra avtomobil özünü aşağı salır. Bununla da aerodinamikanı daha da yaxşılaşdırır. Belə bu dəqiqə biz onu normal vəziyyətdə 150 mm-də bizim klirensimiz. Biz bunu ən aşağı vəziyyətə gətirdiyimizdə normaldan 15 mm daha aşağı düşür. Biz bunu hündür vəziyyətə gətirdiyimizdə normaldan 25 mm daha yuxarı qalxır. Bu gördüyünüz multimedia sistemindən də siz bütün sistemin ayarlarını eləyə bilərsiniz. Hətta biz naviqasiya mapimiz falan da var. Xaricdə komplektasiyalar da var. Məsələn, Amerika falan bazarında var. Avtomobillə birlikdə disk gəlir. Yəni kitabçadır belə. İçində Amerikanın bütün ştatların diskləridir. Map diskləridir. Naviqasiyamız olsun deyə. Burada da deyir ki, naviqasiya diskinə əlavə eləyin ki, biz görək burada mapi, biz hardayıq. Bir dənə zajqalka yerimiz var. Airbag-i off üçün açarımız bu hissədədir. Burada da aşağıda bizim bardaçokumuz var. Orada da CD changer'ımız, disk yerimiz falan var. İçi də yenidən yumşaq barxlı material. Burada da hər yerdə dəri, yəni dərini də görürsünüz, çox belə qəşəng işləmələrdəndir. Kondisionerə gəlsək, burada maraqlı özəlliklərdən. Bax bunu görürsən, biz bunu gətirsək, istiyə gətirəndə qırmızı rəngdədir işığı, soyuğa gətirəndə mavi. Burada hansı temperaturda vurmasını ayarlayırıq, burada da hansı intensivlikdə vurmasını. Məsələn, bu deflektoru tamamilə bağladım. Onun da çox qəşəng ağ rəngdə belə işığı var. Kondisioneri söndürsəm nə olacaq? Çox lüks, çox qəşəng. Ortada saat detayına diqqət edirik. Saat üçün yeri ayırıblar. Yenidən buradan açırıq. İndi avtomobilimizi bir dənə işə salırıq. Bu səs bir başqa aləmdir. Avtomobilimizin park radarları bir burada yerləşir. Bir orada, bir də arxada
tam o hissədə bizim park radarlarımız var. Həm də ki, arxa görüntü kameramız da öz yerindədir. İndi təhlükəsizlik kəmərimizi taxıb başlayırıq hərəkətə. Görək nədir bu. Gətiririk avtomobilimizi drive rejiminə. Bu gəmidir. Buna boyda, bu massivdir. Yavaş-yavaş hərəkətə gəlirik. Bütün qapılarda uşaq kilidi var. Biz onu arxadan da ayarlaya bilirik. Bu avtomobilin sürətlənməsi, cüzi qaza basırsınız, çox qəşəng sürətlənmə sərgiləyir də. O 12 silindrin varlılığını hiss edəcəyik biz sizlərlə. Hal-hazırda dibləmişik. 10 kilometr. Və əyləcləri bu ağırlıqda avtomobilə görə çox effektiv, qəşəng yavaşlama verir bizə. Sükan özü belə bir balaca arıqdır. Biraz kök olsa ideal olar mənə görə. Sükanın ətrafı da tamamilə mebel işləmədir. Burada da black piano və dəri material öz sözünü deyir. Bu avtomobilin sürətlər qutusu 5 pilləli ZF5 HP24 sürətlər qutusudur. Bu sürətlər qutusunun resursu normalda 200-300 min kilometrlərdədir. Lakin doğru qulluq olunduqda, keyfiyyətli baxıldıqda 300 mini də keçir hətta. Ümumiyyətlə bu sürətlər qutusunu daha çox güclü maşınlara qoyurlar. Güclü maşınlarda olduğu zaman da yerindən ani startlar, davamlı, çoxlu yerindən ani startlar falan olsa, gidrotransformatorun blokirovka friksiyonu sıradan çıxmağa başlayır. Bunun nəticəsində sürətlər qutusu ömrü qısalır, bizdən sağollaşır. ZF5 HP24 sürətlər qutusu dediyimiz kimi. Avtomobilin yanacaq sərfiyyatı zavodun dediyi rəqəmlərdə şəhərdə 21.2 litrdir. Bu avtomobilin sahibi şəhərdə 20 litri görüb, şəhər içində. Trasda hardasa 10-11 litrlər, bəlkə də 9-a düşə bilər, ola bilər. Cruise kontrolü atdığı biz 100-ə stabil gedirik, 9-u bəlkə də görə bilərik. Qarışıq tempdə də hardasa 14-15 litrlərdə bir yanacaq sərfiyyatımız var. Avtomobil dediyimiz kimi 4 çəkərdir, 4Motion, Volkswagen öz sistemidir bu və 4 tərəfdən də bizim pnevmatik askı sistemimiz var, hansı ki xeyli komfort göstərir. İndi biz nahamar bölgəyə doğru gedirik, orada görək bu özünü necə aparacaq. Sürətlənməsinə gəlsə, bunun sürətlənməsində mən söz deyə bilmərəm. Çox qəşəng götürür və mühərrikin səsi ilə, yəni maşını mahnını dinləmərsən də, ancaq mühərrikin simfoniyası ilə gedərsən. Bu dəqiqə nahamar yerdən gedirik. Bunun komfortu mənə nəyi xatırladır? i4-ün yumşaqlığı, i5-in yumşaqlığını hiss edə bilirəm mən. Bu avtomobil 2011-ci ilindir. Yəni bizim məsələn indiyə kimi mənim çəkdiyim ən komfortlu maşın i5 olub. Ondan razıyam ki, mən Lisiyandan falan, yəni hamısından komfortlu olan i5 idi. Bu dəqiqə nahamar bölgədə hərəkət edirik. Hiss edirik, amma yəni komfort səviyyəsi i4-ə falan yaxındır mənə görə. i4-ün çünki askı sistemi, i5-in askı sistemi orada amortizatorlar olmasına baxmayaraq çox komfortlu idi avtomobillər. Ümid, sən nə düşünürsən? Ümid hal-hazırda arxada oturub çəkiliş edir, bizim sağda yerimiz yoxdur deyə. Həm biznesmen kimi gedir, həm kameraman kimi. İndiyə qədər çəkdiyim ən rahat maşındır. Ümid deyir ki, mənim indiyə qədər çəkdiyim ən rahat çəkiliş və ən rahat maşınımdır. İndi biz sport rejimə gəlsək, sportda əməlli ucu sıxmanı hiss edirik və avtomobil bir başqa nəfəsi açılır bunun. Rul arxasında ümumiyyətlə lipstoklarımız yoxdur, heç tiptronika rejimimiz var. Var yəqin ki drive'da. Aha, tiptronikamız var bizim. Bu mühərrik üçün bu kuza çox rahatdır. Avtomobilin 0-dan 10 kilometrə qədər olan sürətlənməsi zavod göstəricilərdə 6.1 saniyədir. Amma bu avtomobildə ölçmələr olunub, deyirlər ki 5.8, 5.9 gedir. Həm də getməsinə bir səbəb də bu öndə oturacağın olmamasıdır. Çünki oturacağın ağırlığı da var. Sən düşün, masajlı falan bir oturacaq nə qədər ağır olacaq. Gəldiyi bir 10 kilometrə qədər sürətlənmə testi. Düzdür, kondisionerin bu maşına fərqi yoxdur, qoşuldu deyil. Amma biz yenə söndürüb gedək. Diblədik. 10 kilometr və onu da keçdik. 12-ni keçdik hətta, 12 oldu bizdə. Əyləclər də gələ bax. Buyurun keçin. Çox effektiv şəkildə əyləclər özləri, yəni bu avtomobili saxlayırlar. Ümid deyirdi ki, biraz zəif qalırlar. Amma bir dənə bax, support bu boydaydı maşında. Niyə zəif qalsın da buna bu? Sükan özü, dediyim kimi, biraz kök olsa daha yaxşı ola bilər. Amma belə bir əfsanədə belə bir şeyə ilişmək çox nito gəlir mənə. O deyil. Sadəcə siz bunu sürə-sürə həzz alacaqsınız. Bizim çəkdiyimiz E66-dan daha belə boldur bu maşın. Komplektasiyasına söz yox. Komfort baxımından da çox ləzzət edir adama. Burada məsələn,
5 pilləli deyil də 6, 7, 7, 8 idealda pilləli bir sürətlər qutusu olsaydı, bu avtomobil daha ekonom olacaqdı özlüyündə. Daha ekonom və biraz da top speedimiz biraz daha çox olardı bizim. Bizdən dönmə işıqlarının səsi və bu cihazlar paneli çox qəşəng görünümə sahibdir. Tam olaraq bir gəmidə getdiyini görürsən də, bu bir Alman gəmisidir, lineridir. Baxırsan elə bir həqiqətən yəni bir gəminin cihazlar panelidir. Bu başqa bir şey ola bilməz. Və yolda gedərkən istər-istəməz özünüzə baxışları cəlb eləməyi bacaracaqsınız. Çünki ölkədə az saydadır və Volkswagen-in belə bir lüks maşınını görmək adamları istər-istəməz marağını doğuracaq. Bizim avtomobilimiz D1 platformasının üstündə qurulub. Bir çoxları düşünürlər ki, bu Audi A8 ilə eyni platformadadır falan deyil. Dediyimiz kimi Flying Spur'la eyni platformanın üstündədirlər. Zaten Flying Spur'la bunların öz detalları var. Yəni eyni detalları rast gəlinir. Bu dəqiqədə açıb baxsaq bunun hər hansısa bir detalına görəcəyik ki, üstdə Bentley yazısı var. Ümumilikdə komplektasiyadır, individuallıq baxımından bu avtomobil çox qəşəng avtomobildir. Yanacaq sərfiyyatı baxımından isə biraz cibləri boşaldan avtomobildir. Avtomobil sahibi deyir ki, sporta atıb, biraz aqressiv sürüş falan eləyəndə yanacaq strelkasının belə aşağı düşdüyünü gözlə görmək olur. 140 litr həcmində bakı var da dediyimiz kimi. Çox qəşəng sürətlənir. Deyirəm, sadəcə 5 pilli sürətlər qutusu buna biraz az qalıb. Və sizə bir şey də deyim, ergonomika baxımından bizim bu qapılarda şüşələrin endirilməsidir, bagajın açılması falan. Mən yanacaq çənini açmaq istəsəm, bu dəqiqə qolumu bir xeyli uzatmalıyam qabağa. Onlar buradadılar, bax. Burada aşağıda bu yerdədir. Yanacaq çəni falan bu başdadır. Xeyli uzanmalısan ki, onlara çatasan. Mühərrikin səsi ilə, simfoniyası ilə getməyin yeri başqadır. Atmosfer W12 həmişə, hər zaman sizin xidmətinizdə olacaq avtomobildir. Sadəcə keyfiyyətli baxım, keyfiyyətli yağ və individuallığı da öz sözünü deyir. Varmı Bakıda bundan ötesi? Məncə elə bu nömrə 1 fayton budur. Sağdaya oturacağın olmamağı çox rahatdır. Belə arxaya baxa bilsən, hə müəllim, necəsiz? Rahat danışırsan, görüntü bucağın yetəri qədərdir. Avtomobilimiz 207.548 kilometrdə hal-hazırda. Yəni bu yer gəmisidir də, başqa bir adı ola bilməz. Komfort, rahatlıq, nə desəz bu avtomobildə. Bu arada rulun həqiqətən döngə bucağı çox qəşəngdir. Bu uzunluqda avtomobili tam döndürə bilir. Biz son anda belə dönmə əməliyyatını yerinə yetirsək də ideal şəkildə dönməmiz var. 18'lik disklər, pnevmatik askı sistemi və effektiv əyləclər. Daha nə lazımdır? Sür həzzi alda. Yer gəmisidir bu. 10 kilometr falan sizin üçün problem deyil. Hələ sən bunu trasta sürəsən, təmiz başqa aləm olacaq. Düşünürəm, Volkswagen Phaeton incələməmizi də bu yerdə sonlandıra bilərik. Ümidvaram, incələmə xoşunuza gəldi. Kanala abunə olmağı və Daily Carsaz Instagram səhifəsinə abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.